Salam dostlar, hər birinizi salamlayırıq. Omeo TV-nin növbəti podkastında sizinlə data analitika sahəsi və təlimi haqqında ətraflı məlumat verəcəyik. Mən Vüsal Salmanlı, Omeo Akademinin təsisçisi, həmçinin beynəlxalq IT şirkətində kiber təhlükəsizlik üzrə konsultant olaraq çalışıram. Qonağımız isə dəyərli müəllimimiz, həmçinin ekspertimiz Elton Mirzəyev olacaq. Buyurun Elton Mirzəyev, xoş gəlmisiniz. Salamlar, mən Elton Mirzəyev. Hal-hazırda ölkənin aparıcı banklarının birində data elmi üzrə ekspert kimi çalışıram və bununla da paralel olaraq təlimçilik fəaliyyəti ilə məşğul oluram. Öz bilik və bacarıqlarımı daimi inkişaf etdirməyə və bunu başqaları ilə paylaşmağı sevirəm. Təşəkkür edirəm Elton bəy, vaxtınızı ayırıb bu podkastımıza qatıldığınız üçün. Dostlar, bildiyiniz kimi Omeo Akademi artıq uzun illərdir belə deyək, ölkədə IT, kiber təhlükəsizlik sahəsi üzrə, həmçinin rəqəmsal marketinq, data analitika, süni intellekt üzrə təlimlər təşkili ilə həyata keçirib və aparıcı dövlət qurumları, özəl sektorun aparıcı nümayəndələri ilə birgə fəaliyyətlər göstərib, birgə layihələr həyata keçirmişik. İstər bootcamplar olsun, istər təqaüd proqramları olsun. Bununla artıq 1000-ə yaxın məzunumuzla və onların yüksək göstəriciləri ilə biz böyük nailiyyətlər əldə etmişik və hal-hazırda sizə təlim mərkəzimizdə təşkil etdiyimiz data analitika təlimi haqqında ətraflı məlumat verəcəyik. Bu məlumatları qaçırmayın. Sizin də gələcəkdə data analitika sahəsində uğurlar əldə etməniz üçün faydalı məsləhətlər və tövsiyələr olacaqdır. Elton bəy, bildiyiniz kimi data analitika sahəsi haqqında biz indi uzun illərdə IT sahəsində, data sahəsində fəaliyyət göstərən insanlar ki, biz yaxşı başa düşürük tələbləri, data analitika haqqında nədir, kimə lazımdır, niyə lazımdır. Bizi izləyən dəyərli yoldaşlar bəziləri ola bilər ki, heç bu sahəni nədən ibarət olduğunu bilmirlər. Gəlin onlar üçün bir qısa, sadə dildə data analitika nədir? Bir izah eləyək. Sanki bir kiçik, az yaşlı bir uşağa izah eləyərmiş kimi kiçik formada, qısa formada deyək ki, data analitika nədir və onun biznes üçün əhəmiyyəti nədən ibarətdir? Sözsüz ki, proqramımızın növbəti mərhələlərində, hissələrində indi artıq onun daha detallarını danışacağıq. Girişdə bir məlumatı olmayanlara da qısa bir izah verək, sonra keçək davamına. Maraqlı sualdır. Data analitika nədir sualına qısaca olaraq cavab versək, data analitika məlumatlardan faydalı nəticələrinin çıxarılması prosesidir, belə deyək. Yəni qısaca bu anlayış tək bütün bizneslərdə istifadə olunan bir anlayışdır. Yəni biz data analitikanı günümüzün hər bir nöqtəsində şəxsi həyatımızda, istər digər bizneslərdə, hər yerdə bunu görürük və hər yerdə istifadə etməliyik. Datanın analiz edilərək, yəni təhlil edilərək faydalı nəticələrin əldə olunması, məlumatların əldə olunması. Yəni. Mən də bildiyim, indi biz özümüz də uzun müddət iş idarəçiliyi, biznes idarəçiliyində də görmüşük ki, data nə qədər əhəmiyyətlidir. İnsanlar istər-istəməz bizneslər elektronlaşdıqca, elektron xidmətlər, onlayn xidmətlər çoxaldıqca müştərilərin bütün davranış məlumatları, fəaliyyətləri, alış-veriş saytıcı alış-veriş məlumatları, onlayn əməliyyat saytıcı onlayn əməliyyat məlumatları hamısı yığılır, qalır. Bir şirkət də bu məlumatları düzgün şəkildə analiz eləməsə, təhlil eləməsə və ondan düzgün nəticə çıxarması öz biznesinin daha çevik qərar verməsi və həmçinin də düzgün qərar verməsi çətinləşə bilər. Əvvəllər bildiyimiz kimi ənənəvi biznes qaydalarında bizneslərin əlində data olmurdu. Hər şey ki, offline formada həyata keçirildi, datalar çox az olurdu və analiz ediləcək hər hansı bir prediction mi deyək, öngörmək, analizlər eləmək çətin olurdu. İndiki dövrdə ki, eləməli bu qədər datalar var və onun datanın analiz olunması prosesini data analitiklər həyata keçirdir və bu bir data analitika sahəsi adlanır bildiyimiz qədər. Tamamilə razıyam. Dediniz ki, bu ayaqları bütün bizneslərə demək olar ki, aiddir. Deməli, dövlət qurumları da, özəl sektorda bu data analitikanı tətbiq edə bilər. Yaxşı, nümunələr gətirə bilərsinizmi bizə? Hansı sahələrdir, nə kimi nəticələr əldə edə bilərlər? Məsələn, bir bankdırsa nə edə bilər bundan? Onlayn alış-veriş saytıdırsa nə edə bilər? Biraz izah eləyək, yoldaşlar da məlumatlı olsun. Bayaq da qeyd etdiyim kimi, biz data analitikanı bütün bizneslərə tətbiq edə bilərik. Bunlar təkcə biznes deməyək, bu istər səhiyyə sahəsində, istər marketinq, istər bank sahəsində. Yəni biz təkcə bu sahələrdən də qırağa, bayaq qeyd etdim, şəxsi həyatımızda da biz data analitikanı tətbiq eləyib müəyyən qərar vermə prosesində bundan istifadə edə bilərik. Real nümunə olaraq qeyd etsəm, bir biznesə uyğun deyim, bir də şəxsi həyata uyğun desəm, məncə yoldaşlara da maraqlı olar, bizi dinləyən yoldaşlara belə deyim. Real
кейslər, yəni biznesə uyğun. Məsələn, Trendyol götürsək, Trendyol bizim əvvəlki datalarımıza, yəni əvvəlki aldığımız hər hansı bir məhsula əsasən bizə yeni məhsullar tövsiyə eləyir. Yəni sizin Trendyola girəndən sonra görürsüz ki, yeni məhsullar sizin qabağınıza çıxır. Hansı ki, bunu əvvəl heç almamısınız, amma buna oxşar bir şey almısınız. Bu oxşarlığa uyğun gedir, sizin datanıza uyğun gedir yeni məhsullar sizə təklif. Tamam. Demək daha əvvəl alış-veriş etdiyim məlumatları o incələyir və onun əsasında bundan sonraki alış-verişlərimlə bağlı mənə tövsiyələr verir. Düzdür? Yəni. Bu da onun təbii ki artıq insanların nəyə maraq olduğunu bilmiş olur və o hər insana fərdi şəkildə yanaşıb fərdi məhsulları təqdim etməyə kömək edir. Bu da onun satışını artırır təbii ki. Çox gözəl nümunədir. Çox sağ olun. Bəs başqa maliyyə sektorunda nə kimi tətbiq etmək olar data analitika? Banklarda məsəl üçün. Banklarda da yenə də satışların artırılması üçün hər hansı bir sizin məhsulunuz var, yəni banklardır, bu sığorta şirkətləridir, hər biri məhsulların inkişafı üçün çalışırlar da. Məhsulların inkişafı üçün də müəyyən analizlər aparırlar. Çünki hal-hazırda bazar elədir ki, rəqabət var. Bir bank sektoru da olsa, sığorta sektoru da olsa, yəni şirkətlər bir-birləri arasında rəqabətdədirlər və onların bu rəqabətdə udmaqları üçün müəyyən analizlər etməlidirlər və bu analizlər əsasında data analitiklər, scientistlər, yəni müəyyən analizlər aparırlar və rəqabətdə digər şirkətləri udurlar. Başa düşdüm. Deməli bunu həm müxtəlif sahələrdə dediniz, artıq yaxşı nümunələr gətirdiniz. Bankdan, elektron kommersiyadan, bəzi dövlət qurumları da ola bilsin ki, bunu tətbiq edə bilər. Öz vətəndaşlara müraciətlərinin analizi üçün səhiyyə qurumları istifadə edə bilər. Baş vermiş xəstəliklərin, yəqin ki, analizi üçün və ya dərman preparatlarının hansına daha çox tələb var, hansı xəstəliklər çoxdur, hansı xəstəliklər azdır kimi bəzi statistik məlumatlar çıxardı və bunun gözəl tərəflərindən biri də oldu ki, səhv eləmirəmsə burada vizuallaşdırmaq işini də data analitiklər həyata keçirdir. Hansı ki, bütün bu rəqəmləri bir var cədvəllərdə, ağ-qara rəqəmlərdə görürük. Bir də bunu başa düşülən şəkildə qrafik, rəngli chartlar dediyimiz qrafiklər, rəngli cədvəllər və ya rəngli hansısa bir dashboardlar vasitəsilə də belə deyək də ümumi məlumatları daha rahat formada görmək və izləməyə kömək edir. Düzdür? Zaten də bizneslərin, yəni biznes əsas stakeholderların istədikləri bir şey də odur ki, onların qabaqlarına düzgün məlumatlar, düzgün analizlər çıxarılsın və o analizlər əsasında həm stakeholderlar, həm sizin özünüz data analitik olaraq qərar verməyə bacarmalısınız. Bayaq qeyd etdiyiniz kimi səhiyyə sahəsində desək, məsələn, səhiyyə sahəsinə uyğun olaraq pasiyentlərin datalarının analizi, sonra xəstəliklərin əvvəlcədən qiymətləndirilməsi, hansı xəstə next periodda növbəti mərhələdə nə olacaq? Belə bu xəstəliyin gedişatından bağlı. Deməli bu analiz tərəfi, analitik tərəfi bizə kömək edir ki, gələcəkdə bunun üzərində biraz da işləyib, əvvəlcədən ön planlama eləməyə, növbəti mərhələlər haqqında fikirlər sürüb, ehtiyac olsa qabaqlayıcı tədbir aparmaq, ehtiyac olsa ona uyğun hansısa başqa bir tədbir həyata keçirmək. Zaten bütün demək olar analizlərində əsas məqsəd odur ki, bir ortaya qərar çıxaraq. Yəni bu etdiyimiz analiz nəsə bir işə yarasın. Bir işə yaramayan analiz hər hansı bir stakeholdera nəsə töhfə vermirsə, onun ümumiyyətlə istifadə olunmur. Bəli. Data yığından başqa bir şey yaramır da. Əgər analiz eləməyəcəksə, analitiklər orada düzgün analiz aparmayacaqsa və nəticə verməyə kömək eləməyəcəksə, bütün bu məlumatlar sadəcə boş məlumat yığını kimi qalacaq. Biznesimizdə digər rəqiblərdən geridə qalacaq. Düzdür? Tamamilə razıyam. Belə danışdığınız nümunələr də göstərdiniz. Çox həvəsləndim, özüm də xoşum gəldi. Data analitiklərin nə qədər maraqlı işlərlə məşğul olduğunu gördüm. Həm də bir növ bu işlərin görə də maraqlı məlumatların içində olurlar. Mütəmadi olaraq onlardan öz biliklərini də artıra bilirlər, öz fikirləri də formalaşır və həmçinin də özləri də artıq analiz etdikləri sahələr haqqında müəyyən maraqlı məlumatları əldə etmiş olurlar. Özüm də çox maraqlandım, maraqlı gəldi mənə və bilmək istəyərdim ki, indi bizim kimi izləyicilərimizdən də ola bilsin ki, bu sahəni artıq bildilər, nə kimi işlər görür, hansı məlumatları, nə formada analiz edir. Yaxşı, bu sahəyə gəlmək üçün bizim bu təklif etdiyimiz təlim proqramı kömək eləyəcək ki, heç bir milyon adam tutalım, bu sahəyə gəlmək istəyən adam bütün bizim təlimə gəlməklə nələr öyrənəcək və bizim təlim onu bu sahədə iş tapmağına necə kömək eləyəcək? Gəlin biraz da ondan danışaq. Təbii ki, bizim təlimimiz özü 5 aydan ibarət olacaq. İlk öncə bunu bildirim. Bundan başqa təlimimiz bütün bazar standartlarına uyğun şəkildə həyata keçirilir. Burada həm nəzəri biliklər, həm də praktiki biliklər
tələbələrə öyrədiləcək və bunlardan başqa real кейslər də onlara göstəriləcək ki, yəni iş həyatında bu data analitika niyə istifadə olunur və necə istifadə olunur. Bunları da zamanla əgər bizə qoşulan yoldaşlar bunları öyrənəcəklər. Bu proqram boyu nələr öyrənəcək yoldaşlar? Həmişə soruşurlar, bizə də müraciət edirlər ki, bəs biz data analitika təliminə qoşulub nələr öyrənəcəyik konkret? Yəni orada hansı modullar var, hansı proqramlar və ya proqramlaşdırma dilləri ola bilsin, hansı alət var? Biraz bu barədə açıqlama verək, görək bu nələrdən ibarət. Belə qeyd edeyim, 4 moduldan ibarət olacaq. Hər bir modulunda biz data analitikanı bu tool vasitəsilə necə istifadə etməliyik, onu tam olaraq öyrənəcəyik. Yəni sıfırdan müəyyən bir advanced səviyyəyə çatana qədər. Bu toollara Excel, hansı ki, bu gündəlik həyatımızda ən çox istifadə olunan toollardan biridir. Bundan başqa Power BI, biz Power BI nə üçün istifadə edirik? Vizualizasiya üçün biz Power BI toolundan istifadə edərək prosesimizi icra edəcəyik. Hansı ki, dashboardların hazırlanması, hesabatların göstərilməsi üçün Power BI öyrənəcəyik. Bunlardan başqa sorğu dilinin yazılması üçün, yəni yoldaşlar bilir, Oracle SQL biz tədris eləyəcəyik. Yəni Oracle SQL-də elə bir sorğu dilidir ki, bu sorğu dilini bilən yoldaşlar digər sorğu dillərinə də keçid etməsi çox da çətin olmayacaq. Və ən əsas toollardan biri olan bir proqramlaşdırma dili kimi data analitikada istifadə olunan proqramlaşdırma dili Python-u biz burada öyrənəcəyik. Yəni sırf data analitika üçün Python, yəni bəzi yoldaşlar backend falan kimi bunu düşünməsin. Yəni Python özünün geniş qolları var və bunlardan biri də data analitikadır. Və istəyən yoldaşlar data analitikanı öyrəndikdən sonra Pythondan rahatçılıqla, yəni mən qeyd edə bilərəm ki, sonra data science-a da keçid etməkləri çox da çətin olmur. Data elmi tərəfi də var. Yəni data elmi tərəfə də keçid edə biləcəklər. Çünki analitika tərəfini Pythondan öyrənə biləcəklər. Deməli, düz başa düşdümsə, siz bu təlim proqramında həm Excel, həm Power BI, həm SQL, həm də Python kimi dəyərli bilgiləri hamısı bu təlimdən öyrənə biləcəklər, hə dostlar? Yes, yəni 5 aylıq periodda bunların hər birini deməli bu elə bir hər biri üzrə mən mütəxəssislər tanıyıram ki, indi Kanadada, Amerikada işlədiyimiz iş təcrübəsindən sadəcə Power BI üzrə adam uzmandır, elə onunla iş tapıb işləyir. Elə adamlar tanıyıram ki, sadəcə Python-u bilir və onunla iş tapıb işləyir IT sahəsində. Elə adamlar var ki, SQL üzrə ekspertdir, başlayır hansısa bir şöbədə SQL sorğuları yazmaqla məşğul olur. Excel üzrə də ayrıca bir iş imkanları var. Demək ki, bir təlimdə bu qədər fərqli sahələrdə, belə deyək də, Excelin də, Power BI-in də, SQL-in də, Python-un da biliklərini əldə etmək imkanları olacaq və inanıram ki, əgər istəsələr, hər biri üzrə də ayrıca iş də tapa bilərlər. Və ya bunların hamısından istifadə edib data analitik kimi də öz işlərində tətbiq edə bilərlər öyrəndilərini. Düzdür? Yes. Amma bir şey deyim ki, yəni bu Python siz orada yaxşı dediniz. Deməli biz burada hər bir sahə üzrə məlumat verəcək, amma onların daha çox data analitikada tətbiqinə fokuslanacaq. Düzdür? Çünki bildiyim qədər Python özü proqramlaşdırma dili kimi həm webdə, həm digər mobildə və ya digər infrastrukturlarda tətbiq oluna bilər, proqramlaşdırma dili kimi istifadə oluna bilər. Amma biz burada tam Pythonu da tam əhatə etməyib, onun data analitik tərəfinə fokuslanacaq. Yes, təbii ki. Yəni bir data analitik üçün Python nə üçün lazımdır? O hissəsini bizə öyrədəcək təbii ki. Yəni yoldaşlar birdən səhv başa düşər ki, biz backend tərəfidir, bayaq qeyd etdiyim kimi web tərəfi. Çünki Python çox qollu proqramlaşdırma dilidir və hər yönə gedə bilir. Hər yöndə istifadə oluna bilir belə. Bunların hər biri ayrı bir fərqli belə deyək də alət də var, proqramlaşdırma dili də var. Bunları biz bir yerdə öyrənməyimiz bir növ hər birinə ən azından bir tanışlıq, bir giriş bilgiləri əldə edəcəklər. Həm də data analitikada tətbiqini öyrənəcəklər. Amma istəsələr təbii ki, biz bilirik ki, Excel üzrə də, Microsoft Power BI aləti üzrə də, SQL üzrə də, Python üzrə də beynəlxalq sertifikat proqramları da var. Bəs yaxşı biz bu təlim proqramında, təlim prosesində nə kimi dəstək göstərə bilərik ki, onlar gələcəkdə təlim bitirəndən sonra istəsələr həmin hər biri üzrə də beynəlxalq sertifikatlar da alıb öz CV-lərinə əlavə eləsinlər və daha çox iş imkanları əldə eləsinlər. Ona necə kömək edə bilərik? Yes, bu tələbədən tələbəyə asılı olaraq dəyişə bilər. Tələbə ola bilər ki, bunlarla kifayətlənib yolunu tutaq ki, işə başlayar, işləyər. Elə də tələbə ola bilər ki, deyə bilər ki, mən istəyirəm ki, hər hansı bir beynəlxalq sertifikat alım. Bu ola bilər Oracle SQL üzrə olsun, bu Excel üzrə ola bilsin. Yəni hər hansı bir tooldan da belə qeyd edeyim.
Onlar üçün mən bir roadmap verəcəm tədris bitdikdən sonra. Həmin roadmap əsasında yoldaşlar gedib özlərini inkişaf etdirə bilər və istəsələr Excel üzrə beynəlxalq sertifikat əldə edə bilərlər, Oracle, SQL üzrə. Kim bacarır hamısını alsın. Yəni o adamın özündən dəyişən. Deməli biz kömək dəstəyimiz ondan ibarətdir ki, yəni təlim prosesində yetərli bilik, bacarıqlar veririk ki, bu gedib data analitik kimi işinə başlasın. Yes. Amma beynəlxalq sertifikatlar da almaq istəyirsə, təlimdən sonra ona da dəstək oluruq ki, müəyyən proqramını yazmaqla, mentor roadmap çizməklə, həm də müəyyən materialları paylaşmaqla ki, getsin. Həmçinin bizim bildiyiniz kimi Python institutla da partnyorluqlarımız vardı. Python üzrə sertifikatlarda güzəştli imtahanlar əldə edə bilərlər. Həmçinin Microsoftun imtahanlarında güzəştli qiymətlərlə imtahanlara giriş əldə etməyə kömək edə bilərik və s. Belə çıxır ki, yəni biz burada həm beynəlxalq sertifikatlara dəstək ola biləcəyik, həm də onların işə başlaması üçün lazım bilgiləri verə biləcəyik. Deməli bu bilgilərlə həm də mən bildiyim qədər, yəni bunlar bu data analitikanı öyrənib həm də xarici bazarlarda da işləyə bilərlər. Həm də remote işlər tapa bilərlər. Siz bu imkanları necə dəyərləndirirsiniz? Təbii ki, data analitika həm yerli bazarda geniş iş imkanlarına malik bir sahədir. Günü-gündən də görürük ki, tələb artır da. Yəni data hər yeri çoxalır, hər şeydə. Bunu da analiz edən adamlar lazımdır. Yes, hətta 2030-cu ilə qədər səhv eləmirəmsə daha da artacaq. Proqnozlar yüksəlməyə doğru gedir, bəli. Yes, təbii ki. Bu həm yerli bazarda, həm xarici bazarda geniş tələbat olan bir sahədir. Yerli bazar üçün bu toolları öyrənib müəyyən iş yerlərində işə başlamaq mümkündür. Yəni siz normal şəkildə bu toolları öyrənsəniz, bu tədris proqramı vasitəsilə. Amma xarici bazar üçün bu toolları bilmək və yanında təbii ki, xarici bazar olduğu üçün ingilis dili də vacibdir. Siz ingilis dilində paralelində öyrənsəniz, artıq bu toollarla birlikdə remote bazarda da iş imkanları əldə edə bilərsiniz. Deməli bu biliklərlə remote işlərə də girişmək olar. Dilin varsa. Yes. Təbii ki də ingilis dili olmadan beynəlxalq sahə aləmində IT-nin dili ingilis dilidir. Zaten biz təlimə qəbul edəndə də düşünürük ki, ən azından heç olmasa minimal ingilis dili, texniki ingilis dilisi olsun və analitik qabiliyyəti olsun ki, bu təlimə qəbul edək yoldaşları. Amma xarici bazarın tələbləri odur ki, ən azından yəqin ki B2 səviyyəsində, B1, B2 səviyyəsində IELTS general IELTS imtahanında çox ölkələrdə IELTS 6 və ya 6-5 olmağı bəs edir ki, onlar qlobal iş bazarında öz ingilis dilini sübut eləsinlər, işə götürənlərə, isbatlasınlar. Yəni gələcək üçün ingilis dili biliklərinin də artırılması tövsiyə olunur ki, qlobal bazarda iş axtarırlarsa. Burada bir yaxşı xəbər də var ki, bizim akademiyamızda bildiyiniz kimi ingilis dili təlimləri də həyata keçirilir. Xarici vətəndaşlar tərəfindən də, yerli müəllimlər tərəfindən də həm Conversation Club, həm ingilis dili təlimi ümumi və hansı sertifikata hazırlaşmaq proseslərinə dəstək ola bilər bizim akademiyamızda qatılmağın təlimlərə üstünlərindən biri odur ki, ingilis dilinin də inkişafı üçün ayrıca proqramlardan endirimli şərtlərdən faydalana bilərlər dostlar. Gözəl. Deməli, yerli bazarda bəs bu indi bəzi yoldaşlar soruşa bilər ki, öyrəndim, sıfırdan gəldim, 5 ay sizlə məşğul oldum, CV-mi genişləndirdim, yəni sertifikat aldım müəyyən qədər pullu, pulsuz sertifikatlardan, ingilis dilimi də müəyyən qədər genişləndirdim. Məni ilk sahəyə başlayanda təxmini maaş aralığı nə gözləyir və sonraki proqres təxmini necə dəyişir? Bilirəm, maaşlar biraz çətin məsələdir demək. Həm bəzi şirkətlərdə konfidensialdır, bəzilərində də şirkətdən asılı olaraq elə şirkət var, çox maaş verə bilər. Eləsi də verə bilər, az verə bilər. Vəzifədən də asılıdır. Təbii ki, təcrübəçi ilə maaşı ilə mütəxəssis və ya aparıcı mütəxəssis maaşı da fərqlidir. Siz indi bu təxmini bir özünüz bu sahədə olduğunuza görə indi dəqiq olmasa da heç olmasa təxmini aralıqlarla biz izləyicilərimizə bir müəyyən qədər məlumatlandıraq. Ölkədə belə qeyd edeyim, bu şirkətdən və positiondan sizin dediyiniz kimi dəyişə bilər bizim maaş göstəricilərimiz, amma belə rəqəm desək, təxmini rəqəm desək, yenə şirkətdən asılı olaraq junior positionlara, yəni təzə başlayanlar. Yəni kiçik mütəxəssislər. Yəni bizim təlimi bitirib indi təzədən sıfırdan başlayacaqlar. Yes. Təcrübəçidən sonra kiçik mütəxəssis pozitionuna keçənlər 8200 aralığında normal yerdədirlərsə, normal yerdədirlərsə əmək haqqı alacaqlar. Sonra da qalxdıqca bazar tələblərinə uyğun olaraq onların əmək haqqıları da qalxacaq. Bu da özünü inkişaf etdirməyindən və yeni şeylər öyrənməyindən asılı olaraq dəyişir. Deməli, təlimə bu günləri xərclədikləri hər manatı artıqlaması ilə təlimdən sonra qazanıb geri qaytaracaqlar. Ona görə dostlar, mən özüm də
IT sahəsinə 10-15 il əvvəl başlayanda öyrənmək üçün xərclədiyim heç bir manata xərc kimi baxmırdım. Hər birinə bir investisiya kimi baxmışam. Ona görə də o xərclədiyim o təlimlərə, kitablara, inkişafım üçün lazım olan vasitələrin, vəsaitlərin alınmasına xərclədiyim hər bir manatı artıqlaması ilə indiyə kimi qazanmışıq. İstər ölkəmizdə, istər ölkəmizdən kənarda. Sizi də çağırıram ki, yəni IT sahəsinə gəlirsinizsə, burada ilkin mərhələdə təlimlərinizə düzgün yerlərdə, düzgün müəllimlə əgər təlim almaq imkanı varsa, ora heç çəkinmədən rahat xərcləyin pulları, bilin ki, onu işə başlayıb artıqlaması ilə qısa zamanda geri qaytaracaqsınız. Çox maraqlı oldu. Təşəkkürlər məlumat üçün. Və sonda mən Omeo TV-nin izləyiciləri, bizim dəyərli izləyicilərimizi bir daha dəvət edirəm. Bizim təlim mərkəzimizdə, akademiyamızda təşkil etdiyimiz bu təlimlərlə belə deyək, yaxından tanış olmaq istəyirlərsə, aşağıda yerləşdirəcəyimiz ya postda yerləşdirəcəyimiz əlaqə vasitələri ilə əlaqə saxlasınlar. Əməkdaşlarımız onlara bu təlimlər haqqında, iştirak, qeydiyyat haqqında ətraflı məlumat verəcəklər. Həmçinin də burada qeyd etdiyimiz mövzu haqqında da ola bilsin ki, hansısa məsələləri biz burada əhatə eləməmişiksə və hansı suallarınız varsa bu sahə ilə bağlı spesifik, aşağıda qeyd edə bilərsiniz. YouTube-da indi kommentlər hissəsində və ya sosial mediada kommentlər hissəsində qeyd edin. Biz müəllimlə bərabər o suallara baxıb o sualların cavablanmasına da kömək eləyəcəyik. Məqsədimiz bir növ bu sahə ilə bağlı maarifləndirmə işlərini, fəaliyyətlərini davam etdirmək, ölkədə bu sahə üzrə yeni kadr hazırlığına dəstək olmaq, həmçinin də gələcək üçün belə deyək də bu kadr hazırlığını həyata keçirdikdən sonra onların da həm öz şirkətlərimiz daxilində, həm də partnyorlarımıza, həmçinin də dövlət qurumlarına yönləndirməklə belə deyək də əmək bazarına öz töhfələrimizi verməkdir. Bu prosesi artıq biz uzun müddətdir eləyirik. Digər sahələrdə çoxlu məzunlarımız var. Bizim inşallah planlaşdırırıq ki, data analitika üzrə də hədəflədiyimiz saylar var. Böyük həcmdə, böyük kütləvi təlimlər və maraqlı proqramlarla belə deyək, sizin bu sahəyə gəlmənizə də dəstək olmağı özümüzə hədəf qoymuşuq. Təşəkkür edirəm bir daha diqqətinizə görə. Kanalımıza abunə olmağı, belə deyək, videonu like eləməyi və paylaşmağı da unutmayın. Və hansı mövzularda, hansı təlimlər haqqında ətraflı məlumat almaq istəyirsə, onu da qeyd edin şərhlərdə. Biz sizin qulluğunuzdayıq. Sizin üçün yeni maraqlı buraxılışlar çəkməyə şad olaraq. Təşəkkürlər, görüşərik. Müəllim, bir daha sizə də təşəkkür edirəm. Əməkdaşlığınız üçün də, zamanınız üçün də, qatdığınız, paylaşdığınız dəyərli fikirləriniz üçün minnətdaram. Təşəkkür edirəm. Ümid edirəm ki, bu təlim proqramı da faydalı olar. Həm sizin üçün, həm akademiyamız üçün, həm də dəyərli qatılanlar üçün faydalı olar və daha da gözəl nəticələr əldə edərik bircə. Təşəkkürlər.